Salam dəyərli İntizar Radiosu izləyiciləri. Mübarək Cümə gününün axşamında İmam Mehdi süfrəsindəyik. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Yəhya ibn Əbülqasım İmam Sadiqdən bu ayə barədə soruşdu. Onu nə üçün gözləyirsən? İnsanın batini aləmi o qədər mürəkkəbdir ki, bəzən insan özü də bu aləmin incəliklərindən xəbərsiz qalır. Bəzən insan bir şeyi sevsə də, nə üçün sevdiyini bilmir. Həzrət Mehdinin zühuru. O Quranın vədi, o Quranın vədi, Peyğəmbərin müjdəsidir, Peyğəmbərin müjdəsidir. Bismillahirrahmanirrahim. Mövzumuz insan şəxsiyyətinin müstəqilliyi, insanın müstəqil şəxsiyyətə sahib olmasıdır. İnsan öz həyatını zəiflik və asıllıqla başlayır. Hər bir insan